Artıq alça ağacının çiçək açmağı normal olacaq. Mən bu sözü deyirəm. 5-10 ilə artıq dekabr qış aylarında bitkilərin çiçək açmağı bizə normal gələcək. 20 ilə, 15 ilə, bu Allah bilir əsas onu. Görürsüz, axırı iqlim dəyişiklikləri gəldi, çıxdı. Görürsüz, bitki bilmir ki, sanki elə bilir ki, yaz ayıdır. Artıq hava o qədər normal keçir ki, qış aylarında da, payız aylarında da. Artıq bitki yeni yarpaqlar, çiçəklər, baxın. Artıq birazdan tozlanma prosesi də yaxşı geçsə meyvə verəcək. Yəni dövr dəyişir, iqlim dəyişir. Xahiş edirəm, hər bir bitkiyə, verdiyimiz gübrəyə də diqqət yetirəyin. Ümumiyyətlə dövr dəyişir. Dediyim kimi, görürsüz, bitki alça ağacı çiçək verir. Sağ olun, var olun. Mütləq səhifəmi izləyin. Bu fenoloji dövrün pozulması deməkdir. Bitki siqnalları düzgün ala bilməyib. Sanki elə bilir ki, hava isti o qədər keçir ki, elə bilir ki, mən çiçək açmalıyam. Artıq başlayır çiçək açmağa. Görürsünüz. Mütləq Agromotive səhifəsini izləyin. Maraqlı və kənd təsərrüfatına aid, bütün bitkilərinə aid dərman, gübrə, hər bir şey haqqında məlumat verirəm. Toxum qarışıq.